İnsanın qəlbi qaralır. Amma bu onun pis insan olduğu demək deyil. Hər kəsin içində görünməyən ya da görünməsini istəmədiyi bir yanı vardır. Namaz qılmaq istəyi olur, amma başlamaq çətin gəlir. Günah olduğunu bilə-bilə eyni səhvləri təkrarlayır. Bu qəlbin hələ də diri olduğunu, vicdanın hələ də danışdığını göstərir. Ümid qapısı heç vaxt bağlanmır. İnsan özünü uzaq hiss etdiyi anda əslində daha çox yaxınlaşmağa ehtiyac duyur. Bu gün kiçik bir addım atmaq kifayətdir. Hədisdə buyurulduğu kimi, kim Allaha bir qarış yaxınlaşarsa, Allah ona bir arşın yaxınlaşar. Allaha yaxınlaşmaq daha da rahat olması üçün sağ əlinizi qəlbinizin üzərində qoyaraq hər gün 500 dəfə salavat gətirə bilərsiniz. Bəlkə də kiçik görünür, amma böyük dəyişikliklər məhz belə başlayır. Unudulmamalıdır, qayıdan insan uduzan deyil, əsl uduzan heç cəhd etməyəndir. Allaha əmanət olun.